Salam, hər vaxtınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Azərbaycanın 3 şəhərində işçilər etiraz eyləmi keçirdilər. Evin həbsxanası qarşısında oturaq eyləm dağıdıldı. Həmədanlı məhbus intihar etdi. Sepah İsrail casuslarını həbs etdi. Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 18-nin nəşi tapıldı. İndi isə daha ətraflı. Urmiya gölünün vəziyyəti əvvəlkindən daha kritikdir. Bunu Urmiya gölünün bərpası qərargahının planlaşdırma və inteqrasiya ofisinin direktoru Səid İssapur İlnaya bildirib. O bildirib ki, regional su şirkətinin son statistikasına görə gölün suyunun həcmi 40 milyon kubmetrdən azdır. O, daha sonra gölü xilas etmək üçün hələ də ümid olduğunu, lakin su ehtiyatlarının idarə edilməsində ciddi dəyişiklik olmadan Urmu gölünün tezliklə xəritədən yox olacağını bildirib. İssapur xəbərdarlıq edib ki, yağıntılar artsa belə mövcud istehlak və idarə etmə tərzi davam edərsə göl bərpa edilə bilməyəcək. Əfşar yurdu Tikantəpə Instagram səhifəsində Tikantəpə mədənlərinin talanmasını əks etdirən video yayımlanıb. Azərbaycandakı Tikantəpə şəhəri müstəmləkəçiliyin ən bariz nümunəsidir deyə paylaşımda qeyd olunub. Paylaşımda Tikantəpənin zəngin yeraltı sərvətlərinə baxmayaraq ölkənin ən yoxsul əyalətlərindən biri olduğu qeyd edilib. Qeyd etmək lazımdır ki, Yaxın Şərqin ən böyük qızıl mədənləri olan Zərşoran və Ağdərə mədənləri Tikantəpədə yerləşir. Bu mədənlərin bölgənin türk xalqı üçün praktiki olaraq heç bir faydası yoxdur və xalq internet, içməli su kimi əsas imkanlardan belə məhrumdur. Davam edirik. Bugün səhər saatlarında Şərqi Azərbaycan Əyalətinin Sosial Rifah Təşkilatının işçiləri əyalətin 3 şəhərində etiraz eyləmi keçiriblər. Bu haqda yerli mənbələr məlumat yayıb. Məlumata görə eyləmə təşkilatın Təbriz, Mərənd və Bostanabad şəhərlərindəki mərkəzlərin qarşısında keçirilib. Mərkəzlərin qarşısına toplaşan işçilər əmək haqlarının ödənilməməsinə və artırılmamasına etiraz ediblər. Əllərində plakatlar qaldıran narazılar hökumətin iş təzminatı, sığorta və işçilərin dərəcələnməsi sahəsindəki ədalətsiz siyasətini tənqid ediblər. Təbrizdə bir qrup əczaçı, bir qrup həkim və patoloqla birlikdə Sosial Təminat Təşkilatının tələblərinin ödənilməsində 7 aylıq gecikməyə etiraz etmək üçün toplantı keçirib. Etirazçılar Sosial Təminat Təşkilatının səhlənkarlığının səhiyyə sistemində pozuntulara və xəstələrə xidmət göstərməməsinə səbəb olduğunu bildirirlər. Onlar davam edən gecikmələr və apteklərin maliyyə vəziyyətinin pisləşməsi barədə xəbərdarlıq ediblər. Dərc olunan videolarda əczaçılardan olan nümayəndələr məsələyə dərhal baxılmasını və ödənilməmiş tələblərin tam ödənilməsini tələb ediblər. Etirazçılar rəsmilərdən şəffaf ödəniş cədvəli elan etmələrini, özəl tibb mərkəzləri ilə davamlı əməkdaşlığa zəmanət vermələrini və fasilələrin yaratdığı zərərin ödənilməsini tələb edirlər. Ardıcıl 4 gün evin həbsxanası qarşısında keçirilən oturaq eyləm dağıdılıb. Məlumata görə zabitlər stulları dağıdıb və pankartları cırıblar. Eyləm iştirakçılarına məxsus avtomobilin də müsadirə edildiyi bildirilir. Azərbaycanlı fəallar Vədud Əsədi və Tahir Nəqəvinin ailə üzvləri və yaxınları tərəfindən evin həbsxanası qarşısında keçirilən oturaq eyləm mülki geyimli təhlükəsizlik əməkdaşları tərəfindən hücuma məruz qalıb və dağıdılıb. Hadisə yerində olan zabitlər ailələri evin həbsxanasının qarşısındakı ərazini tərk etməyə məcbur ediblər. Evin həbsxanasının qarşısında həbs olunan milli fəallar döyülüblər. Əli Xircunun dişləri və Behzad Dəşdinin burnuna xəsarət yetirilib. Dünən səhər evin həbsxanası qarşısında oturaq eyləm keçirən zaman saxlanılan milli fəalların həbsxanada işgəncələrə məruz qaldıqları və döyüldükləri bildirilib. Məlumata görə dünən saxlanılan fəallar Abbas Lisani, Əli Xeyrucu, Yusif Kari, Behzad Dəşdiyə qarşı aşağıdakı ittihamlar irəli sürülüb. Qanunsuz qrup yaratmaq və ona rəhbərlik etmək, milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əməkdaşlıq etmək və ictimai asayişi pozmaq. Dindirmə zamanı saxlanılanlar təhlükəsizlik və hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən məruz qaldıqları döyülmələrə etiraz ediblər və məhkəmə hakiminə göndərilmələrini tələb ediblər. Lakin iş üzrə müstəntiq onların müqavimət göstərdiklərini iddia edərək bu tələbi rədd edib.
Həmədan əyalətinin Məlayır şəhərinin həbsxanasında saxlanan məhbus Əbülfəz Hüseyni intihar edib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə məhbus B2 həbi içərək özünü öldürüb. Kütləvi dava zamanı saxlanan Hüseyninin barəsində irəli sürülən işə yenidən baxılması tələbinin rədd edildiyinə görə intihar etdiyi bildirilib. Qeyd edək ki, İnsan Haqları Təşkilatlarının məlumatına görə ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub, onlardan 5-i xəstəlikdən, 20-si intihar səbəbindən həyatını itirib, 7 məhbus isə öldürülüb. Xəbərlərimiz davam edir. Bir neçə əyalətdə keçirilən əməliyyatlar nəticəsində ABŞ və İsrailə casusluq edən şəbəkə ifşa olunub və bir neçə nəfər saxlanılıb. Bununla bağlı İran mediası Sepahın kəşfiyyat bölməsinə istinadən məlumat yayıb. İsrail İranla son müharibəsindəki uğursuzluğundan sonraki ölkədə təhlükəsizliyi pozmaq üçün İranın bir sıra əyalətlərində casus şəbəkəsi yaradıb. Sepahın bəyanatında bildirilib. Saxlanılanların sayı, onların kimliyi və ya saxlanıldıqları dəqiq yer və ya tarix barədə məlumat verilməyib. Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib. Onların bəziləri barəsində İsrailə casusluq ittihamı irəli sürülüb. İslam Respublikası göründüyündən daha zəifdir və onun real hərbi gücü məhv edilib. Bunu Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun İran üzrə eksperti Alex Grimberg yazıb. İranın real imkanlarını qiymətləndirsək, onlar məhv edilib və Tehranın İsrailə qarşı yeni raket hücumu onların intihar etməsi deməkdir, deyə o əlavə edib. Qeyd edək ki, İsrail Müdafiə Nazirliyi 2026-cı il büdcəsində Maliyyə Nazirliyindən İran təhdidinə görə əlavə 2,17 milyard dollar tələb edib. Buraxılışımız davam edir. Azərbaycanın Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsində həlak olanlarla bağlı qardaş ölkəyə başsağlığı verib. Nazir bildirib ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri Prezident İlham Əliyevin tapşırığına əsasən sərhəddə tam hazır vəziyyətdədir. Türkiyə və Gürcüstan tərəfləri ilə əlaqələr davam etdirilir. Nazir hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, yaxınlarına Allahdan səbir dilədiyini bildirib. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözlədiyini diqqətə çatdıran nazir, Kəmaləddin Heydərov faciə ilə əlaqədar Gürcüstanın Daxili İşlər naziri Gela Geladze ilə telefonla danışaraq vəziyyəti müzakirə etdiklərini bildirib. Qeyd edib ki, Gürcü nazir hər hansı ehtiyac yaranacağı halda axtarış xilasetmə əməliyyatlarına Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin dərhal qoşulması üçün müraciət ediləcəyini bildirib. Türkiyəli nazir yerli kayaya göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib. Qeyd edək ki, müvafiq qurumlar arasında təmaslar davam etdirilir. Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsində həlak olan 20 hərbiçidən 18-nin nəşi tapılıb. Bu barədə Gürcüstanın Daxili İşlər naziri Gela Geladze məlumat verib. Bildirilib ki, digər 2 hərbiçinin nəşinin axtarılması yönündə işlər davam etdirilir. Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsindəki heyətin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolagiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir. Davam edirik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Xarici Kəşfiyyat Xidmətinin Ermənistanın Rusiya taxılından imtina planları barədə açıqlamasına münasibət bildirib. Peskov deyib ki, xidmətin açıqlamaları heç vaxt əsassız olmur. Bu isə Kremlin məsələyə ciddi yanaşdığını göstərir. Eyni zamanda o, Moskva ilə İrəvan arasında iki tərəfli əməkdaşlığın davam etdiyini və gündəmdə bir çox mühüm məsələnin yer aldığını vurğulayıb. Almaniya qış mövsümü ərəfəsində Ukraynaya əlavə olaraq 40 milyon avro məbləğində humanitar yardım ayıracaq. Bu barədə Almaniyanın Xarici İşlər naziri Johan Vadefil Kanadaya səfəri zamanı açıqlamada bildirib. Yardım vəsaitləri əsasən istilik sistemlərinin bərpasına, dağıdılmış binaların təmirinə, elektrik generatorlarının tədarükünə, eləcə də yorğan, geyim və gigiyena vasitələri kimi zəruri əşyaların təminatına yönəldiləcək.
İdman xəbərləri ilə davam edirik. 2025-ci ildə dünyanın ən yaxşı klublarının reytinqində Təbrizin Traktor klubu İran klubları arasında ən yaxşı klub seçilərək birinci yer tutub. Bu haqda Futbol Tarixi və Statistikası Federasiyası Beynəlxalq Təşkilatının son qiymətləndirməsində bildirilib. Futbol Tarixi və Statistikası Federasiyası cari il üçün açıqladığı dünyanın ən yaxşı 500 klubu arasında Avropa Çempionlar Liqasının qalibi və 3 qat qələbə qazanan Paris Saint-Germain dünyanın ən yaxşı komandası seçilib. Real Madrid və Chelsea ikinci və üçüncü yerlər tutublar. Qiymətləndirməyə görə İran klubları arasında İran Premyer Liqasının ötən mövsümünün çempionu və Asiya Seçmə Liqasında İrandan olan yeganə təmsilçi Traktor dünya üzrə 264-cü yerdədir. Tehranın İstiqlal klubu 322-ci, İsfahanın Sepahan klubu isə 427-ci pillələrdə qərarlaşıblar. Qeyd edək ki, Tehranın İstiqlal klubu dövlət tərəfindən maliyyələşdirilir və illik büdcəsi Traktorun büdcəsindən bir neçə dəfə çoxdur. Qarabağ klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikalar Federasiyasının açıqladığı siyahıda əksini tapıb. 192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb. Sabah 296-cı mövqedən 276-ya, Zirə 407-dən 387-yə, Araz Naxçıvan 391-dən 390-a yüksəlib. Traktor komandası isə bu sıralamada 264-cü yerdə qərarlaşıb. Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSG 567 xalla liderdir. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.